Ağızdan gələn pis qoxu və ağız boşluğunda yaranan bakteriya, tonzilit, stomatit, laringit kimi probleminiz varsa, sadəcə tam təbii tərkibli bir məhsul istifadə etməklə bu problemi sürətli şəkildə aradan qaldırmaq mümkündür. Mütləq ekrana yaxın əyləşirsiniz və təbii ki, videonu sona qədər izləyirsiniz və əvvəlcədən məhsul göstərməmişdən qabaqda plus işarəsində basırıq, ürəyi qızardırıq və ətrafımızla mütləq paylaşırıq. Baxın, göstərəcəm məhsul Dentasepdir. Bütün aktiv şəbəkələrində də var. Dediyim kimi tam təbii tərkiblidir və ən əsaslı tərkibində xlorgeksidin var. Hansı ki antiseptikdir. Bütün ağız boşluğunda olan bakteriyaları öldürür, infeksiyaları götürür və ağızdan gələn pis qoxunu aradan qaldırır. Və təbii ki, damaqda olan bütün problemi, hətta boğaz ətrafında olan faringit, laringit, tonzilit kimi problemi aradan qaldırır. Hətta dişinizi çəkdirdikdən sonra belə istifadə etdiyiniz hansı bitkilər dəmləyirsiniz, istifadə edirsiniz. Bunlara belə ehtiyac yoxdur. Çünki onun tərkibi onsuz da bitkilərlə zəngin olduğu üçün bir ölçü qaşığı istifadə etməyiniz yetərlidir və mən hətta məsləhət görərdim ki, səhər-səhər durdunuz, dişinizi fırçaladınız, evdən çıxmamışdan qabaq bir ölçü qaşığı qarqara edin və çıxın. Ağzınızdan o qədər gözəl iyi gələcək. Yəni pis qoxu qəti surətdə olmayacaq, təravətli ağız qoxusu olacaq və təbii ki, problemi çözmüş olacaqsınız. Ağız boşluğunda olan bütün infeksiyaları öldürəcəksiniz və diş ərpini, hətta diş ərpini belə aradan qaldırmış olacaqsınız. Dentasept. Bütün aptek şəbəkələrində də var. Alın və mənə təşəkkür edin.